Bakı Hərbi Məhkəməsində cəmi bir ay hərbi xidmət keçdikdən sonra həyatını itirən əsgər Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırması davam edir. İş üzrə Qubadakı hərbi hissələrin birinin tibb məntəqəsinin rəisi tibb leytenantı Vaqif Məmmədov qulluğa laqeyd münasibət nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaqda təqsirləndirilir. Son məhkəmə iclasında müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi ilə vəsatəti təmin edilib. Məhkəmədə mərhumun atası Sadiq İsayev bildirib ki, oğlunun həyatını vaxtında tibbi yardım göstərilsəydi, xilas etmək mümkün idi. Onun sözlərinə görə ailə övladını vətənə əmanət etsə də, bir ay sonra tabutda geri alıb. İş materiallarına əsasən Fariz İsazadə xidmət zamanı yüksək hərarət, güclü öskürək və tənəffüs çətinliyi ilə tibb məntəqəsinə müraciət etsə də, yalnız səthi müayinədən keçirilərək yenidən xidmətə qaytarılıb. Səhhəti ağır olmasına baxmayaraq, daha sonra Qubadakı hərbi hissəyə göndərilib. Qubada vəziyyəti daha da ağırlaşan əsgər hospitala yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İttihama görə təqsirləndirilən şəxs əsgərin vəziyyətini tam qiymətləndirməyib və onu vaxtında hospitala göndərməyib. Məhkəmədə həmçinin bildirilib ki, hadisə zamanı hərbi hissənin tibb məntəqəsində növbətçiliyi tibbi təhsili olmayan sanitar həyata keçirib. Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırması davam edir. Növbəti məhkəmə iclası iyulun 7-sinə təyin olunub.